Çınar TV her zaman sizinle, sizin kanalınız. Salam, xoş gördük əziz həkimlər. Səhiyyə Nazirliyinin çox hörmətli nümayəndələri, təbibin, tibbi ərazi bölmələrini idarə etmə birliyinin çox hörmətli həkimləri, çalışanları, bütün Azərbaycan xalqı. Çox xahiş edirəm, mənim bu müraciətimi diqqətlə dinləyin və rəylərinizi bildirin. Səhiyyə Nazirliyi və təbibə müraciət edirəm. Demək, 49 ilə yaxındır ki, həkim kimi fəaliyyət göstərirəm. Həkim pediatr, ailə həkimi, hal-hazırda isə uşaq nevrologiyası üzrə ondan deməli, ixtisas artırma kurslarındayam. Yəni, bunu ona görə vurğulayıram ki, tibb sahəsində kifayət qədər praktik savadım, nəzəri savadım var və bu sahədə nələrsə yanlış deyəcəmsə, çox xahiş edirəm, şərhlərinizdə bu haqda məlumat verəsiniz, bildirəsiniz. Səhiyyə Nazirliyinin fəaliyyətində və təbibin fəaliyyətində bir həkim olaraq çoxlu qüsurlar, boşluqlar görürəm. Birincisi, biz hamımız yəni bilirik ki, insan orqanizmi vahid bir sistemdir və səhiyyədə, tibbi ərazi bölmələrinin idarə etmə birliyində bizim birinci nömrəli məqsədimiz insan sağlamlığını qorumaqdır və bu sağlamlığın keşiyində duraraqdan biz insan orqanizminin vahid sistem olduğunu heç vaxt unutmamalıyıq. Hazırda mövcud olan qaydalar, yanaşmalar içərisində qeyri-düzgün yanaşmalar mənim zənnimcə həddindən artıq çoxdur. Deməli, bu demək deyil ki, bizdə Səhiyyə Nazirliyi və təbib heç bir iş görmür. İş olan yerdə həmişə xətalar da mövcuddur. Bu təbiətin qanunudur, onu hamınız və hamımız bilirik. Amma bunları vurğulamaq, bunlar haqqında danışmaq və onlara əsaslanaraq səhvlərimizi düzəltməliyik. Belə qeyri-düzgün yanaşmalardan biri də stomatologiya və stomatoloqlara olan yanaşmadır. Mən özüm stomatoloq deyiləm, pediatram, ailə həkimiyəm və hal-hazırda nevrologiya üzrə, uşaq nevrologiyası üzrə onların ixtisas artırma kurslarındayam. Yəni, özümü daim gəlişdirən bir şəxsəm və tibbi sahədə kifayət qədər anlayışım, bilgim var və elə bilirəm ki, bugün sizə Səhiyyə Nazirliyinə və təbibə müraciətlə söyləyəcəyim fikirlərdən özünüz üçün düzgün nəticə çıxaracaqsınız və mənim düzgün və qeyri-düzgün fikirlər söylədiyimi şərh bölməsində vurğulamanızı xahiş edirəm. Bildiyimiz kimi, insan orqanizmi vahid bir sistemdir və bu sistemləri bir-birindən ayrılıqda təsəvvür etmək və insan müalicəsinə bu sistemləri bir-birindən ayıraraq yanaşmaq qeyri-düzgün yanaşmadır. Stomatologiya isə bu sistemlərin içərisində deməli, ən önəmli yerlərdən birini tutur. İnsan orqanizmi canlı varlıq olaraq bütün canlılara aid olan demək, funksiyalardan biri də qidalanma funksiyasıdır və qidalanma funksiyası da ağız boşluğundan başlayır. Mədə-bağırsaq sistemi insan orqanizmində çox mühüm bir sistemdir və bu sistemin başlanğıcı ağız boşluğudur. Biz mədə-bağırsaq sistemi deyəndə ağız boşluğunun, orqanizmin giriş qapısının buna aid olduğunu çox vaxt unuduruq və yaxud da ki, görməzdən gəlirik. Ögey münasibət bəsləyirik ağız boşluğunun təmizliyinə, sağlamlığına, sanasiyasına. Stomatologiya insan orqanizminin qoruyucu əsas bir nömrəli orqanları olan dişlərin müalicəsi ilə, profilaktikası ilə məşğuldur. Çox təəssüf ki, nə Səhiyyə Nazirliyi tərəfindən, nə təbib tərəfindən sosial şəbəkələrdə, televiziyada, mətbuatda demək ki, nə profilaktik işlər, nə də ki, müalicəvi məsələlər haqqında maarifləndirici təbliğatlar, maarifləndirici verilişlər və deməli, diskusiyalar görmürəm. Düzdür, sosial şəbəkələrdə çoxlu sayda
məqsədli şəkildə reklam kampaniyaları var. Kimlərinsə, stomatoloqların və s. hansısa demək praktik stomatoloji işlərin. Bunlar isə kifayət etmir. Səhiyyə bütün dünyada hər yerdə profilaktik yöntəm daşıyır. Hər bir xəstəliyin müalicəsi onun qorunmasından çox-çox çətindir və bu dövlətə də, bizim özümüzə də çox baha başa gəlir. Ona görə də profilaktik işlərə, stomatologiyada çox önəm verilməlidir və stomatologiyaya önəm vermək də insan sağlığının profilaktikasına önəm vermək deməkdir. Mən deməli onu da vurğulamaq istəyirəm ki, bütün tibb işçilərinə müraciət edərək vurğulamaq istəyirəm ki, biz hamımız təkrar edirəm, insan sağlamlığının keşiyindəyik və demək, eləcə də bu sahədə çalışan Səhiyyə Nazirliyinin əməkdaşları da bu sağlığın keşiyindədir, təbibin işçiləri də bu işi, bu məqsədi əllərində bayraq edərək fəaliyyət göstərirlər. Ona görə də bir-birimizi çox gözəl anlamalıyıq. İnsanın ən mühüm fəaliyyət sistemlərindən biri mədə-bağırsaq sistemidir, bayaq vurğuladığım kimi. Mədə-bağırsaq sistemi isə ağız boşluğundan və dişlərdən başlayır. Ağız boşluğunda yerləşən digər orqanların da önəmi var. Amma mənim bugünkü sizə müraciətim sırf stomatologiya sahəsində olduğuna görə dişlər haqqında və stomatologiya haqqında danışacağım. Hardasa 50 ilə yaxın praktik təcrübəsi olan bir həkim kimi və eləcə də sizin də özünüzün də bu sahədə bilgiləriniz var hamınızın. Əlbəttə həkim yoldaşlarıma müraciət edərək deyirəm. Amma demək ki, dünya görüşü və tibblə maraqlanan çoxlu sayda intellektual səviyyəsi yüksək olan insanlar da məni yəqin ki, çox gözəl anlayar. Demək ki, dişlərin qorunması, yəni onların xəstələnmə dərəcəsinə gətirib çatdırılmaması insanın sağlamlığına ən böyük töhfədir. Ən böyük töhfədir. Demək ki, dişlər xəstə olarsa nə olar? Dişlər xəstə olarsa, bu dediyimiz kimi mədə-bağırsaq sisteminə aid olduğuna görə birinci növbədə çoxlu sayda mədə-bağırsaq xəstəliklərinin yaranma riski artacaqdır. İkincisi, ən əsası, hər birimiz çalışırıq ki, necə edək ki, xəstələnməyək. Yəni, immun sistemimiz möhkəm olsun və hər birimiz bilirik ki, immunitetin əsas orqanı mədə-bağırsaqlardır və o şəxslər, istəyir uşaq olsun, böyük olsun, sağlam şəxslərdir ki, onların mədə-bağırsaq sistemində heç bir xəstəlik problemi yoxdur. Yəni, dişlər xəstə olarsa, immunitet də zəifləyir demək istəyirəm. Bundan başqa, xəstə dişlərin olması, karyesli dişlərin olması bütün sistemlərə, orqanizm vahid sistemdir nöqteyi nəzərindən yanaşdaq, çox mənfi təsirlər göstərir. Ən əsas isə böyrəklərə və deməli ürəyə təsir göstərərək bir çox mikrobların inkişafı üçün ağız boşluğunda şərait yaranır və onların isə ağız boşluğunun seyirlik şahsından qana sorulması demək revmatizm və sair xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də deməli dişlərin qorunması bir çox xəstəliklərin qorunması üçün də vacibdir. Sinir sisteminə də dişlərin xəstəlikləri təsir edir. Çünki deməli xəstə dişlər ağrılı dişlər deməkdir. Bu ağrı nöqteyi nəzərindən bizim sinir sistemimizi, yuxumuzu, əsəblərimizi normadan kənara çıxardır və bu da belə diskomfort hallarda əlbəttə xoşa gələn hallar deyil və bütün sağlıq sisteminə təsir edir. Sonra bildiyimiz kimi dişlər təkcə deməli fiziki funksiyalar daşımır. Yəni bu mədə-bağırsaq sisteminə bir hissəsi kimi çeynəmə funksiyası daşımır. Dişlər həm də estetik funksiya daşıyır və dişlərin görünüşü də önəmlidir və dişləri deməli anadan gəlmə və yaxud da sonradan problemli, görünüşü xoşa gəlməz olan, müəyyən deformasiyaları olan şəxslərdə demək onların görünüşü özlərinə xoş gəlmir, ətrafdakılara xoş gəlmir və birinci növbədə özlərinin psixologiyasına təsir edir. Eləcə də ətrafdakılarda da deməli xoşa gəlməz hisslər yarada bilir. Ona görə də dişlər insanın psixoloji durumuna da təsir edir, onun ruhi sağlamlığına da təsir edir.
Yəni dişlərin sağlamlığı çox mühümdür. Bu haqqda saatlarla danışa bilərəm və o qədər məlumatlarım var ki, sadəcə mən bu müraciətimlə onu demək istəyirəm ki, əziz kolleqalarım, Səhiyyə Nazirliyinin çox möhtərəm işçiləri, təbibin çox möhtərəm işçiləri, mən sizin savadınıza, sizin bilgilərinizə qətiyyən şübhə etmirəm. Ancaq savadı olmaq və bilgisinin çox olması şərt deyil, şərt yanaşmadır. Necə ki, öz yaxınına, doğmana yanaşırsansa, həkim olan şəxsin istəyir idarəetmə sistemində olsun, istəyir praktik işlə məşğul olan həkim olsun, hansı sahədə olursa olsun, onun gördüyü işlər öz doğmasına necə yanaşardısa, o prinsipdən olmalıdır. O prinsipdən olmalıdır və biz demək təbiətə qarşı çıxmış oluruq, ulu yaradana qarşı çıxmış oluruq bu qərarlarımızla. Dişlərə qarşı ögey münasibət bəsləməklə, stomatoloqların fəaliyyətinə aid qeyri-normal qərarlar qəbul etməklə, deməli, stomatoloji fəaliyyəti dövlətdən ayırmaqla, dövlətimizin ən böyük bir nömrəli işi vətəndaşının sağlığını, vətəndaşının rifahını qorumaqdır. Vətəndaşın sağlığı isə stomatoloji sağlıq olmadan qeyri-mümkündür. Qeyri-mümkündür, inanın. Yəni bu belədir. Hamınız da bilirsiniz ki, həqiqətən də bu belədir. Və mən burada dövləti günahlandırmıram. Sadəcə dövlətin etibar eləyib o postu, idarəetməni tapşırdığı şəxslərin bir daha fikirləşmələrini və qeyri-düzgün qərarlarına xitam vermələrini tələb edirəm, istəyirəm və hamını bu sahədə öz fikirlərini və rəylərini bildirməyə dəvət edirəm. Çünki bizim buna rəyimiz, fikrimiz olmayacaqsa, yəqin ki, yəni düzgün qərarlar da qəbul olunmayacaq. Gəlin hamımız birlikdə, deməli, doğma Azərbaycanımızda yaşayan bütün insanların sağlamlığına, öz doğmalarımızın sağlamlığına yanaşdığımız kimi yanaşar. Həm müalicə işlərində, həm də bu sahədə qəbul etdiyimiz qərarlarda. Həkimlərin, stomatoloqlar, burada mən əsas vurğulayıram, həkimlərin normal stomatoloji fəaliyyəti üçün deməli, onlara normal yanaşmalar lazımdır. Onları işdən məhrum etmək çox qəribə, mən bilmirəm, burada deməyimə ehtiyac var yoxsa yox. Hamınız bu sahədə qəbul olunan qərarları bilirsiniz və bunları əsaslandırın. Hansı əsaslarla siz stomatoloqlara bu cür ögey münasibətlər bəsləyirsiniz? Bizim onlara ehtiyacımız mı yoxdur? Stomatologiya ən çox ehtiyacı olan bir ölkə varsa da o da Azərbaycandır. O da yəni stomatoloqlara bu qədər ehtiyacın yaranmasının səbəbkarı da düzgün olmayan tibbi fəaliyyətdir. Bu sahədə bir dənə proqram mənə göstərin ki, mətbuatda və yaxud da sosial şəbəkələrdə dövlət tərəfindən maliyyələşdirilən və yaxud da dəstək olunan qeyri-hökumət təşkilatları tərəfindən dişlərin profilaktikası, stomatologiyanın inkişafı, yəni bu sahəyə insanların çoxlu sayda təbliğat kampaniyasına cəlb olunması göstərin ki, belə bir şey var. Yoxdur. O deyir, nə tökərsən aşını, o da çıxar qaşığına. İndi Azərbaycanda stomatoloji problemin bir nömrəli problemlərdən biri olmasının səbəbi də elə bir tərəfdən deməli, bu sahəyə ögey münasibətdir. Amma bu demək deyil ki, bizdə stomatoloqlar yoxdur. Bəlkə də dünyada ən yaxşı, ən peşəkar, ən gözəl stomatoloji işi bilən həkimlər elə Azərbaycandadır. Bu doğrudan da belədir. Adicə bir Almaniyanı sizə misal göstərmək istəyirəm. Almaniyada fəaliyyət göstərən ən gözəl, ən etibarlı, ən mükəmməl həkimlərin hardasa bir 30%-dən artığı Azərbaycandan ora miqrasiya edən şəxslərdir. Həkimlik fəaliyyətini orada davam etdirən şəxslərdir və onların tibbi fəaliyyətinə, onların praktikasına Alman həkimləri təəccüb edirlər. Yəni bizim çox gözəl stomatoloqlarımız var, hər sahədə çox gözəl həkimlərimiz var. Onlara biz həmişə dövlətimizə dəstəyik. Dövlətin bütün tədbirlərinə, yəni dövlətimizin möhkəmləndirilməsinə aid əgər bizim də göstərə biləcəyimiz bir xidmət varsa, onun yanındayıq. Amma bizi öz işimizdən məhrum etmək
stomatoloq olaraq öz işindən məhrum etmək, onun neçə illik təcrübəsini, praktik təcrübəsini, deməli, nəzəri təcrübəsini sıfırlamaq bu nə dərəcədə düzgündür, mənə çatmır. Çox xahiş edirəm, hamımız birgə stomatoloqlarımıza dəstək olaq, deməli, və Allah heç bir şeyi artıq yaratmayıb, təbiətə qarşı çıxmayaq, lazım deyildi dişlər. Allah lazım olmasaydı yaratmazdı. Dişlər lazımdır, bu sahədə mütəxəssislər lazımdır, onları qorumaq lazımdır və zədələnmələri varsa müalicə etmək lazımdır. Xahiş edirəm, stomatoloqlarımıza dəstək olaq və birinci növbədə dövlətimizdən xahiş edirəm.